Bütün ənənəvi cəmiyyətlərdə ailə müqəddəs və qoruyucu dəyər kimi qəbul edilir. Sağlam ailə, sağlam nəsil və sağlam cəmiyyət deməkdir. Resulullah sallallahu aleyhi və səlləm hədislərindən birində belə buyurmuşdur. Şübhəsiz ki, qiyamət günü Allah qatında ən pis qəbul edilən insanlardan biri də ailə daxili münasibət və sirlərini ifşa edən, orada-burada danışan insandır. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm ailə sirlərinin qorunmasına böyük əhəmiyyət vermiş və möminlərə də ailə sirlərini açığa çıxarmamaq mövzusunda çox ciddi tənbihlər etmişdir. Ailə sirrindən başqalarının xəbərdar olması həyat yoldaşları arasındakı ünsiyyətin və xoş münasibətin zəifləməsinə gətirib çıxarır. Tərəflər arasındakı sevgi və hörmətə kölgə salır. Məlumdur ki, müasir dövrümüzdə texnologiyanın həddindən artıq sürətli inkişaf etməsi bizə dünyavi mənfəətlər nöqteyi nəzərdən bəzi qazançlar təmin etməklə yanaşı, mənəvi baxımından bir çox zərbələr vurmuşdur. Ələlxüsus, internet və sosial medianın sərhəd tanımaz şəkildə yayılması fərdi bəşəri münasibətləri korladığı kimi, ictimai münasibətlərimiz başda olmaqla bir çox mənəvi dəyərlərimizi də əlimizdən alır. Texnologiya bizim xidmətçimiz olmalı ikən, hardasa sahibimiz olmuşdur. Ekranların və internet aləminin bizə təqdim etdiyi ailə modeli həm real olmadığı kimi, həm də bizim ailə ənənəmizə uyğun gəlmir. Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, artıq internet və sosial media ailəmizi şəkilləndirir, övladlarımızı dırnaq arası tərbiyə edir, bizim həyatımızı şəkilləndirir. Sosial media ailə üzvlərinin bir-birinə bağlılığı aradan qaldırıb özünə bağlayır. Həyatımızda nəyi sevəcəyimizi, nəyə sevinəcəyimizi internet müəyyənləşdirir. Sosial media ailə adlı qalamızın divarlarını yavaş-yavaş yıxır. Ailədəki etimadı sarsmaqla yanaşı, ailədə özəl həyat anlayışı da əlimizdən alınır. Məhrəmimizdən məhrum qalırıq get-gedə. Sosial həyatda tanınmaq və aktiv olmaq uğruna özəl yataq otaqlarımız videoların çəkilmə məkanına çevrilir. Ənənəmizdə heç kimin girə bilmədiyi yatağımızı bütün dünyaya göstərmə cəsarəti hardan gəldi bizə? Axı niyə ailə məhrəmimiz kimlərinsə gülüşlərinə, həzlərinə qurban verilməlidir? Xanımımıza, qızımıza kəm gözlərin baxmasına heç bir şəkildə qəbul etməyən və namus məsələsi kimi görən mədəniyyətin nümayəndələri ikən, ailəmizin demək olar ki, hər fərdinin rahatlıqla bütün dünyanın izləməsinə göz yuman şəxslərə çevrilmək bir faciədən başqa nə ola bilər? Çıxış və qurtuluş yolu əlbəttə əslimizə dönmək, müasir texnologiyadan şuurlu və məqsədli istifadə etməkdir. Həzrət Peyğəmbərin sallallahu aleyhi və səlləmin yuxarıda qeyd etdiyimiz hədisi hər birimizin qulağına sırğa olmalıdır. Ailə sirlərin mühafizə edildiyi qurumdur. Sir əmanətdir. Əmanətə sahib çıxmaq iman vəzifəmiz və insanlıq borcumuzdur. Dəyərli izləyicilər, ailəsini qoruyan əslində gələcəyini qoruyur. Çünki ailə sadəcə ev deyil, o imanımızın istehkamıdır. Ailəmizlə əlaqəli heç bir məlumat və görüntünü sosial aləmə yaymamalı, xüsusilə də ailə sirlərini ekranlara fəda etməməliyik. Bu dünyada bəlkə müvəqqəti həzz və sevinç səbəbi olsa da, axirətdə üzüntü və üz qaraçılıq səbəbidir. Gəlin ailəmizi kəm gözlərdən, yad fikirlərdən, hətta sosial mediadan qoruyaq.